Allah'ın salamı olsun üzərinizə. Mən də balalarımın salamat olmağını arzuluyuram. Bütün balaları arzuluyuram bunu. Çox xahiş edirəm, video qulaq asın. Elman Nəsirovun övladından bağlıdır. Mən onun anasıyam. Allah cəzasını verəcək ki adamı. Ona öz basırığı elədiyi cinayətində, mənim başıma gətirdiyi fəlakətində, sizə barmağına doladığını da, elədiyi bütün pislikləri Allah ona cavab hazırlayıb. Yox, elə Allah hamının cavabını verəcək. Hədə qorxub yoxdur burada. Sadəcə bildirirəm. Mələyin deyib ki, Allah olan cavabını verəcək, sən deyib, daha getmə prezident aparatına, daha şikayət eləmə. Məndə də bu il eləmirəm. Ancaq başqa bir şeylə bağlıdır. Mehriban xanım, bilmirəm, İlham Əliyevi də çatdırmağımız lazımdır. Vaxt ayırın, xahiş edirəm. Mənim qızım çöllərdə qalır. 2 uşağı ilə, körpəsi ilə. İmkanı yoxdur ki, qaynatası pisli içir, narahat edir. Yaşayamırlar. 2 dənə balaca evlə otaqları var, orada işgəncə verir qaynatası, içəndə dəliyə dönür. Ona görə əri də, özü də, uşaqları da dözə bilmirlər artıq. Əvvəldən elə adamdır, onu düzəltmək mümkün deyil. Ona görə də artıq səhhətlərinə pis təsir eləyir deyə çıxıblar küçələrə. Uşağın biri bir qohumdadır, uşağın biri yerimiz yoxdur ki, qalsın. Kvartanı tutmağa da pulu yoxdur. Elman Nəsirova qızı bildirib ki, ata belə vəziyyətdir. O da deyib ki, ölsən də o evdə ölməlisən. Yəni, qaynatası öldürürsə, razıdır Elman ölsün, amma qızımın istəyinə fikir verməyib. Qızım bildirib ki, deyib, ata, mənə kömək elə kvartiran çıxdım. Bizim öz evimiz var, Mehriban xanım, İlham Əliyev. Pilot layihəli Sparkın tikəcəyi evdir. 8 ildə tikib vermirlər, 9-cu ilə keçib. Orada bizim 2 dənə evimiz var, bir otaqlı və 3 otaqlı. Amma hələ tikinti yarımçıqdır. Bütün sakinlər kimi biz də narahatıq ki, yəni hələ onun aqibəti də hamını düşündürməlidir. Yəni 170 neçə ailə qalıb küçələrdə. Kirə pulunu da əziyyətlə alırıq, heç vermirlər də. Yəni ki, indi bu qızım Elmana deyir ki, ata mənə kömək elə kvartiran çıxın. Elmanın evləri, şərait, hər şey var da, indi o istəsə eləyər. O da verməyib. Blok edib qızımı. Blok edib o sözün üstündə. Bu da kvartiran pulu tapmır da. Gəlib mənim bir otaqlı Xruşovkada yaşayıram. 2 uşağı özü yerləşmirik. Uşağın birini atıb o yana, yəni mənim qoca anam 76 yaşında arvad baxır. Sabah o ikisi qalır nəvəmlə də, anam və nəvəm. Qızım da bir uşağına mənim yanında. Sabah anam xəstə adamdır, ölsə, ürəyi xəstə, xarab olsa, qan təzyiq alsa, o uşaq özü körpə uşaqdır, 4 yaşında böyüyü qoymuş onun yanına. Təhlükəlidir də, yəni uşaq nə qanır ki, zəng eləsin ki, nənə belə vəziyyətdədir. İndi bunların bir araya gəlməyi lazımdır. Yəni uşaqlarla qızın kvartiran çıxmalıdır. Əri də istəyir çıxmaq, ancaq evə kirə verməyə pulu çatmır. Xahiş edirəm, Allah xətrinə bizi dinləyin. Günahdır. Elman Nəsirov, mən nəyi tələb edeyim eləmək üçün bunu çəkirəm, sizə çatdırmaq istəyirəm ki, Elman radioda da işləyəndə bizə aliment verməyib. Bilməm, mən onda maraqlandım, dedilər ki, oradan pul alınır. Ancaq İdarəçilər Akademiyasından 100 neçə manat alırdıq, axırdan axıra 200 oldu. Bizə deputatlığa keçəndə, yəni nəyi xahiş edirəm qulaq asın, Allah xətrinə, balalarınızın xətrinə, bütün Allah xətrinə, balaların xətrinə. Boğazı yığılmışıq. Elman da, qızımın qaynatası da işgəncə verir. Belə ki,
illərlə çəkdiyimizi canlandırmayayım, amma o barədə yəni çatdırıram sizə. Ardını ki, indi mənim üçün çətindir demək. Çünki mən danışanda nə yaparız? Gecə ilə gəlib qapımı qırıb aparırlar dəlixanaya. Görün, mən dəliyəmdir. Mən qızımın, nəvələrinin salamat qalmağını, küçələrdən yığışmağını istəyirəm. Şərait yoxdur qalmağa. 2008-dən 2014-cü ilə qədər o Elman Azərbaycan Respublikasının prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Geostrateji Araşdırmalar Mərkəzinin direktoru və müavin vəzifəsində işləyir. Bir də yenə orada nəsə bir vəzifədir, onu da siz bacarırsınız da, yəni sizdən danmayacaqlar ki, mən xahiş edirəm Allah xətrinə, bir dənə qulaq qutarım indi. 2 dəqiqə, 3 dəqiqə vaxt ayırın. Mən Elman İdarəçi Akademiyasından alimint alırdım. Ancaq Elman 200 ayağı. Amma Elman, sonra başqa yerdən eşitdim ki, bu Elman başqa yerdə də işləyir. Bu bayaq dediyin yerdəydi, yoxsa o birisi. Məncə bu olmalıdır. İşləyir. Bir sonra mən oranın buxalteriyasına zəng elədim. Dedim, niyə göndərmişsiniz alimi? Kişi xeylağı idi onda buxalter. Götürdü. Yəni idarəçilikdə Suqra xanım idi buxalter. Ancaq kişi xeylağı götürdü. Dedi ki, Elman təzə orada işə getmişdir. Qışqırdı üstünə ki, Elman pullarını hamısını sənə niyə pul verməlidir ki, dedi. Sonra mənə Suqra xanım, o İdarəçi Akademiyasında buxalter, mənə alimenti göndərən, hesaplayan, o mənə başa saldı ki, məhkəmədən, icraatçıdan kağız göndər, onda belə eləməyəcəklər, verəcəklər. Mən icraatçıdan kağız məktub göndərəndən sonra o buxalter neynəməlisə 2 ayın pulunu 1200 manat ofşi aldıq. Yəni ayda 400'ü verməmişdi. İdarəçi Akademiyası və onu deməyim, yəni oradan 400'ə yaxın ayda pul aliment verilməliydi. 2 ayın üçün verdi və 2 aydan sonra mən gördüm kəsildi. Zəng elədim ora, hətta Elmanın özü oturduğu oranın yəqin ki katibə idi, yadından çıxıb, o zəng elədim. Dedi ki, Elman müəllim çıxıb işdən. Güya 2 ay işləyib çıxıb. Əslində isə belə olmuyor. Məncə budur 2008-dən 2014-ə qədər. Siz xahiş edirəm, araşdırın. Mən indi araşdırmaq istədim. Suqra xanımı tapmadım. O, yəni, siz istərsiniz bilirsiniz də, yəni öyrənmək sizə düzgün çatdırırlar, yəni. 2 ay verdi, amma illərlə işləyib orada, yandaşlara tapşırıb ki, zəng edib sorsalar, elə işdən çıxıb. Ayda 400 manat, hesablayanda 30 minə yaxın o vaxtın pulu ilə mənə verməyib. Yəni, qızıma verməyib alimenti. İndi mən tələb edirəm ki, xahiş edirəm, qızım küçələrdədir. Kvartan tutmağa pulu yoxdur. Atasına deyir, Elman blok edir onu. Deyir, ölməlisənsə, öləsənsə də deyir, qal orada. Qaynatan yanında, öl. Elə o evdə öl. Qızım ona heç bir pislik eləməyib. Onun elədiyi işgəncələrin, onun törətdiyi dəhşətlərin içində, yəni məni dəli yerinə qoyurdu. Cinayətin örtbasdır eləməkdən ötürü. Sizə də məktub yazmışdım. Nailə adındaydı, deyəsən, Nailə idi, Nailə xanım. İndiki mən yaşlı bir qadın idi, prezident aparatında 1-ci mərtəbədə. Qapıdan girəndə üzbəüz, onun da sağ idi. O qadın şantaj elədi, güya köhnə poçt qutusu açdı, güya astı. 2 gün sonra mən getdim, gördüm başqa poçt qutusudur. Aldatdı ki, Mehriban Əliyevə yazdığı məktubu sal ora. Mən də getdim, prezident aparatında məktub yerində forçika var, o registrasiya yeri. Heç vaxtda registrasiya eləmədilər. Həmişə dəhşətlərlə üzləşdim. Axşamı, oraya prezident aparatına çatandan sonra axşamı da mənə saldılar. Gəlib qapımı qırıb salırdı dəlixanaya. Halbuki mən orada deyirdim ki, yazırdım. Çox Elmanın cinayətindən yazmışdım. Və mən ona görə
dəlixanalara bastırdığını yazmışdım. Sizdən kömək istəyirdim. O fortuşka ilə üzbəüz bir dənə onu deyim, uzatmayayım. Yəni o fiktiv qələmə verdi ki, güya mən gözümə nəsə görünür, güya mən anormalım, xəstəyəm kimi, ruhu xəstə kimi güya mənə qələmə vermək üçün yazdığım məktubu dedi sağ filan yerə. İlk dəfə idi mən prezident aparatına gəlirdim. Yazdım, girdim məktub otağına, orada fortuşka ilə üzbəüz göy əvvəl qapılarının dalından asılırdı evlərdə. Köhnə poçt qutusu var idi və onun qapısı açıq idi uzunasına, hündüründən yəni, böyründən. İçində A4 varağı tam görünürdü, qapıda cırıldayırdı. Mənə əvvəl salan formada gülümsədi olan bir. Dedim, neyim? Dedi, registrasiya eləmədi. Dedi, əlini işarə elədi ki, ora sal. Mən də başa düşdüm ki, bu netodur. Belə şey ola bilməz. Heç evlərdə poçt qutusunun içi açıq olmur. İçi açıq idi. A4 içində var idi. Sonra mən 2 gün sonra təkrar getdim həmən ərzəylə. Girdim ora, gördüm qapıdan girənlə, o fortuşka ilə üzvərzi açmışdı divarda. Amma mən qapıdan girdim məktub otağına. Gördüm ki, qapı ilə üzbəüz qarşı tərəfdə narıncı sarıya çalan poçt qutusuydu. Başqa bir, yəni mən heç vaxt görmədiyim poçt qutusu prezident aparatına layiq olan idi. Yəni. O qondarmanın Nailə xanım astırmışdı. Xanım demək olmaz, o şeytan astırmışdı. Sizi də heç nə yerinə qoyur, özünü nə hesab eləyir ki, cinayət eləyir. Elmana niyə kömək elədi, mənə dəlixanaya saldırdı və mən istəyirəm, tələbim odur ki, təşdiyimizi çəkmişik, amma qızım ona heç vaxt cavab qaytarmayıb. İndi bu ata qızının evi tikilənə qədər, onu kvartiran deyirlər, 1 ilə göyə tikiləcək, hər dəfə 1 il deyirlər bizim evimizi. Amma sifarişdəki. Amma vermirlər. İndi 1 ilə tiksələr əcək. 1 il ata qızın kvartiran puluna kömək eləmir, halbuki onun 30 minə yaxın oradan alimentin verməyib. Aldadı hamını. Yəni, belə, xahiş edirəm, Mehriban xanım, hörmətli İlham Əliyev, sizə çatdırmayıblar, sizə başqa cür çatdırıblar. Cinayət o qədər dəhşət sistemdə sizin əleyhinizə inanın ki, bir qoşun var. Sizi aldadırlar, başqa şey deyirlər. Mən ruhu xəstə zat deyiləm, mən normal adamam. Amma o işgəncələri veriblər. Qızım da mənlə bərabər çəkib. Elman məni dəli yazdıranda mən soruşdum ki, ilk dəfə o mənə bayılı haqqında dedim, niyə atdın? Dedi, sənin cinayətində o Cenanı öldürmüşdü, Rus kişini. Qardaşını da evdən qovub, içirib onları evini adına keçirmişdi. Adına keçirəndən sonra öldürmüşdü, birini də qovmuşdu. Yəni, mən bu cinayəti aşmışdım, mən onu tam təfsilatı ilə bilirdim. Dedi ki, sənə inanmasınlar deyə belə etdim. Mənə dəli diaqnozu yazdırıb bu adam ki, onun o diaqnozu yazdırdığı, əlində tutduğu o həkim də Vüqar adlı psixiatr idi. O da məndən 50 min pul istədi, o mən polisə verəndə. Dedi, 50 min versən, polisi var, nəyi var, mən sənə kağız verirəm də, yəni təhsil vermir, Səhiyyə Nazirliyin peçatı ilə sağlamlıq kağızı. Sən sağlamsan, amma 50 min ver. Mən də tapamadım 50 min. O Elmana kömək elədi. Neyniyim indi? Söhbət ondadır ki, Allah cəzasını verəcək o adamların. O bir dünya var. Allah'a anlatmaq olmuş ki, burada nə oyun çıxardırlar. Ancaq bu oyun deyil, cinayət dalbadal. Əgər uzatmayın, yadıma düşür, onlara danışmayın. Amma ki, qızımın nə günahı var? Siz nələr çəkib? Qapımızı sındırırdı, polislər gəlib, mən iynəliyirlər, dəhşət şeylər aparırlar, ora, bura, sürüyürlər. Nə inirdim ki mən? Mən məktub yazırdım, sizə bir cinayəti istəyirdim, bildirim.
Bir də məktub yazıb, çox özü gözəl, o məktublarım da qalır. Oxusaz deyirsiniz ki, necə gözəl, yığcam, sağlam məktubdur. Artıq söz yazmırdım ki, nə yaza bilərdim ki? Bir də yazırdım ki, məktəblərdə Quran dərsi keçirilsin istəyirdim. Onu ərizədə yazmış, təklif kimi. Mən heç bir artıq hərəkət eləməmişəm. Elə adamları bir də söydüyüm olur. Çünki dəhşət yaşayırdıq. İndi qapım yenə qırıqdır. Gəlirlər pəncərədən, balkondan sizə şikayət edən kimi gecəsini aparırlar mənə dəlxanaya. Məşdağalara, haralara. Aylarla saxlayırlar, orada elə şeylər edirlər, beynim xarab olurdu. Xahiş edirəm, qızım heç bir cinayətkarın tərəfində deyil, susmağı illərlə ona görə olmuyor ki, olan tərəfində olub, uşaq olub. İndi o istədi ki, bildirsin sizə. Mən dedim səni də mənim günümə qoyarlar, qoy mən deyim. Mənim başıma nə gəlir, sənin uşaqların var dedim. Nə gəlsə, mən ölsəm, qalsam, qoy mən ölüm, sənin uşaqların yetim qalmasın. İşte, əgər bunu yayıram, əgər paylaşacağım, amma əgər ola bilər ki, mənim qızımın da başını yox eləyərlər əgər. Xahiş edirəm, mənim o 2 nəvəmi qoymayın, qurtquş yesin, belə deyək də. Gül kimi balaları, körpədirlər, biri 2 yaşı olmayıb, noyabrda olacaq, biri də 4 yaşında, 5 yaşında gedir. Çox sağlam, gözəl ailəmiz var. Sadəcə şeytana uydular. Elman ailə dağıldı, ailəsi onun cinayətin gizlədir. Onlar da cinayətkardır ki, o boyda şeylər var. Mənim də anam, yəni anamı qorxutmuşlar. Bunu da deyim ki, Allah haqqında danışmıram. Anamı da ilk dəfə mən ərizə yazmışdım sizə də məhkəmədən sonra ərizə yazdım ki, mənə dəstək olun, məhkəmədə mənə incitdilər. Çünki dedilər, elmana basa bilməyəsən. Ona görə registrasiya edilənmirlər, ilk dəfə yazandı. Yəni ki, 2012-də yazmışam. Mənim anama demişdilər ki, bunu tutmalıyıq. Ya 5-6 ay dəlixana, ya 2-3 il türmə. Dəlixana ilə türmənin fərqi varsa da, mənlə o cinayətçilərin də fərqi var. Xahiş edirəm. Mənim balalarım üçün yardım əlinizi uzadın. Sağ olun.